Ey gözəl Allah, qəlbi gözəl olan insanların evinə də, ailəsinə də, qismətinə də elə gözəl qəlbli insanlar bəxş elə. Xəstə yatağında yatan xəstələrə şəfalar bəxş elə. Gözü yolda olan bəndələrə qovuşmağı bəxş elə. Övlad arzusunda olan bəndələrinə tezliklə övlad səsini eşitməyi bəxş elə. Əllərini sənə açıb bir işə başlayanda adını çəkib başlayan bəndələrini bədnəzərdən, haramdan uzaq elə. Amin ya Rəbbim.